OpenID Connect nədir? Gəlin ilk növbədə bunu başa düşək. Dedi ki, Auth2 əsasən Authorization Framework olaraq dizayn olunub. Sonradan Authentication-ı da işin içinə qatmaq üçün yeni bir konsept çıxardıblar. Bunun adı olub OpenID Connect. OpenID Connect belə düşünə bilərik. Auth2 plus standartlaşdırılmış bir authentication layeri. Hansı içində ID token var, user info var, skoplar var və s. Gəlin indi bu konseptləri başa düşməyə çalışaq. Məsələn, ID token. ID token dediyimiz şey nədir? Sən istəyirsən ki, authorization serverdə olan userin məlumatlarını əldə edəsən. Bu zaman ID tokeni dekod edirsən, oradan userin məlumatlarını götürürsən. Amma bəzən bu ID tokenin içində gələn məlumatlar sənə bəs eləmir. Userin bütün məlumatlarını istəyirsən, o zaman user info deyə ekstra bir endpoint var, onu istifadə edirsən. Gəlin ID tokenlə access tokeni ilk növbədə başa düşməyə çalışaq ki, qarışdırmayaq bunları. Access token istifadə olunur API-lərə accessin olması üçün. ID token istifadə olunur. Dekod edib userin məlumatlarını götürmək üçün. Arada əsas ikilindən fərq var. ID token API çağırmaq üçün istifadə olunmur. ID token sənə kifayət eləməyəndə authorization serverdə olan bütün userin məlumatlarını əldə etmək üçün user info endpoint-ini istifadə edirik. OpenID sənə standart skoplar təqdim edir ki, bunları istifadə edərək userin məlumatlarını müəyyən bir hissələrini əldə edə bilirsən. Məsələn, OpenID deyə bir skop var, bu requireddir. Extra olaraq profil var, e-mail, phone, adres və s. Və əlavə olaraq içərisində əvvəlcədən bilinən qaydalar var. Bu qaydalar əsasında sənə istədiyi məlumatları verir. Belə, bu OpenID Connect-dir. Extra Authentication Layer-də OAuth-un üzərində qurulmuş. Gəlin bu OpenID Connect-i Authorization Code Flow ilə bir yerdə görməyə çalışaq. Başa düşməyə çalışaq ki, necə istifadə edir OpenID Connect-i. Gəlin görək buradan nə dəyişir. Deməli, burada dəyişən 2 dənə step var. İndiyə qədər kodu göndərdik, token əldə edirdik. İndi kodu göndərəndə həm access token, həm ID token əldə edəcəyik. Və daha sonra əgər ID tokenin içərisindəki userin məlumatları sənə kifayətdirsə, onları götürüb istifadə edəcəksən. Burada məsələn fikir verirsiniz, burada Hello Nate yazıb artıq. İndiyə qədər Angular app yazırdı və yaxud ümumiyyətlə Hello yazırdı. Amma indi həmin userin adını yazır. Niyə? Çünki bu userin adı ID tokenin içərisində gəlir. Yəni sənə belə minimal şəkildə userin məlumatları lazımdırsa, birbaşa ID tokeni dekod edib istifadə edə bilirsən. Yox, ID tokenin içindəki məlumatlar sənə kifayət deyilsə, o zaman əldə etdiyin bu access tokenlə OpenID Connect-in sənə verdiyi user info endpoint-ini çağırırsan və userin bütün məlumatlarını istifadə edirsən. ID token təqribi belə bir formada olur. Belə ki, JWT tokenlər 3 əsas hissədən ibarət olur. Header, payload və signature. Bizə signature və header hissəsi lazım deyil bu dəqiqə, çünki mövzumuz JWT deyil. Mövzumuz ID tokenin necə görsəndiyidir. ID tokenin içində bu formada bəzi məlumatlar olur. Username, adı, soyadı, e-maili və s. Bu formada bir payload bizə geriyə qayıdır. Bunlar çox ola bilər təbii ki, mən nümunə üçün qoymuşam bura. Və buradakı məlumatlar dediyim kimi, məsələn, e-mail var, ad, soyadı var. Məsələn, phone number lazımdırsa, artıq o burada yoxdursa, nə edəcəyik? User info endpoint-ini çağıracağıq. Həmin access tokeni göndəririk bura. User info endpoint-i bizə daha detallı şəkildə profile picture, phone number və s. bütün məlumatları geriyə qaytarır. Gəlin refresh tokenin də üzərindən keçək. Refresh token dediyimiz nədir? Refresh tokenin müddəti uzun olur, access tokeninki isə qısa olur. Access tokeni aldığın vaxt eyni anda sənə refresh token də gəlir. Sən nə edirsən? Əgər access tokenin vaxtı bitirsə, refresh tokeni istifadə edirsən, həmin token endpoint-ə request atırsan, yeni bir access token əldə edirsən. Beləliklə, userin xəbəri olmuş ki, onun session'ın vaxtı bitdi. Proses hamısı baş verir background-da. Yəni, useri logout eləmədən refresh token istifadə edərək access tokenimizi yeniləyirik.